Xeyir işlərdə ümumiyyətlə israf yoxdur. İsraf o yerdədir ki, insan Allah yolunda xərcləməyibdi, Allah rızası üçün xərcləməyibdi, Allah rızası üçün etməyib bu işləri. Əgər bir şey Allah rızası üçün olsa, Allah yolunda olsa, bu israf və təbzir olmaz. Çünki insan bu zaman xərclədiyi öz yerində, öz doğru cəhətində, istiqamətində xərcləyibdi. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm Allahümmə salli alə Muhammed və ali Muhammed buyurur. İsrafda xeyir yoxdur. Xeyir işdə də israf yoxdur. Xeyir işdə israf yoxdur bu anlamda deyil. Məsələn, toydusa elə yeməkdən bişirək, tökək ora qoy, cəmaət yesin bu anlamda deyil. Xeyir biz ancaq xeyir iş deyəndə elə bilir ki, toy nişandır. Xeyir iş o deyil. Düzdür, bu da xeyir bir əməldir, salih bir əməldir. Amma xeyir iş, əl-əməlül xeyr və yaxud da əl-əməlül həsən, gözəl əməl, xeyirli əməl tək bundan ibarət deyil. Xeyir işdə də israf olmaz, israfda da xeyir olmaz. Əmir əl-Mömin əleyhissalamdan nəql olunan bir hədisdə Həzrət buyurur ki, israf bəyənilməyəndir və hər bir şeydə israf var yalnız salih əməldən başqa, gözəl əməldən başqa. Salih əməl nə qədər çox etsən israf etmiş deyilsən. Ümumiyyətlə qane olmaq, orta hədd, mü'tədil hədd İslamın əsas prinsiplərindəndir. Bir nəfər gəldi İmam Cəfər Sadiq əleyhissalamdan soruşdu ki, israfın ən aşağı həddi nədir? Ki insan bunu eləsə israf etmiş olacaqdı. İmam buyurdu ki, qane olmaq elə bir şeydir ki Allah onu sevir. İsrafa isə nifrət edir. Sonra belə bir söz dedi. Dedi, hətta xurmanı yeyib dənəsini ki atırsan ki o dənə bir şeyə yaraya bilərdi. Hətta içdiyin su ki biraz dibində qaldı sonra götürüb onu yerə səpirsən ki o bir şeyə fayda verə bilərdi, bu israfdır deyir. Biz çox zaman buna diqqət etmirik məsələn. Bir xurmanı yeyirsən, dənəsindən nəsə faydalı istifadə etmək olar. İndi xurma burada məsəl olaraq deyilir. Və ya bir içim su içirsən, biraz qalıb stəkanın dibində, götürüb səpirsən yerə. Halbuki onu bir bitkiyə verə bilərdin, bir heyvana verə bilərdin. Xüsusilə də məclislərdə buna diqqət etmək lazımdır. Ki görürsən o plastik qutularda su paylanılır, açır birisi biraz başından içir, sonra tullayır, küçüyə çıxır gedir. Ki bunlar israfdır və insan gərək bunlardan çəkinsin. Çünki biz hətta bu qədər xırda məsələlərdə israfa yol verdiyimizə görə soru-sual olunacağıq. Diqqət etsəz, hədisdə ravi imamdan soruşdu ki, israfın ən aşağı həddi hansıdır? İmam buyurdu ki, xurmanı yeyib dənəsini atırsan, halbuki bir şeyə yaraya bilərdi və israf budur. Su içib suyun qalanını, artığını tökürsənsə yerə, israf burada israf etmiş olursan. Ki buna soru-sual olunacağıq biz.